dəfə deməkdansa, bir dəfə göstərmək yaxşıdır. Part 2. Keçən həftə nə qədər işləmişik? Allah, Məhəmməd, ya Əli. Keçən həftə işlədiklərimi bu gün sizə göstərəcəm. Baxın görək xoş olacaq yoxsa yox. Deməli qaqaş, gəlin girək bizim kampaniyamızın Cingiricani-Cunguricanisine. Baxın, bu mənim keçən həftəki qazancımdır. 2271 dollar 15 sent. Həftənin birinci günüsü Monday. 16 saat işləmişəm. 20 dənə sifariş 520 dollar. Həftənin ikisi 610 dollar işləmişəm. 13 saat 42 dəqiqəyə 9 order aparmışam 610 dollara. Deməli 3-cü günü həftənin. 13 saat 52 dəqiqə maşının içində olmuşam, 15 trip aparmışam, 404 dollar işləmişim. Həftənin 4-ü 307 dollara 15 saat maşında yatmışam. Hətta 15 saatdan çox. Sonrası günlərdə 9 saat maşında yatıb 161 dollar, 70 dollar işləmişəm. Həftənin 6-cı günü 13 saat işləmişəm. Bazar günü çıxdım səhər tezdən. Artıq 2 saat işlədim. Sonra onların bezdim. Dedim, mən də adamam, mən də insanam. Gedim istirahat edeyim. Общий количество, общий sayda 84 saat işləmişəm. 71 dənə order. Bunun 200 dolları bəxşişdir, qalanı qazancdır. 34 dollar da qaytarıblar mənə tola görə. Nə demək istəyirəm? Baxın, bura Amerikadır. Amerika. Bu işin adı Uber Black'dir. Zakaz gəldi. Müqəddəsdir. Bu işin adı Uber Black'dir. Bu işdə Uberlərin və yemək çatdırılma xidmətlərinin ən kralı və ən pik nöqtəsidir. Buradan oyna artıq hər halda samolyot sürməlisən, Uber vertolyotu. Ona baxmayaraq qazanc belədir. Hələ bunun rasxodları da var. Rasxodlar qazancdan daha çoxdur. Baxın, sizcə sərf edir yoxsa yox? Sən olsan burada bu işi işləyərsən mənim yerimdə. Bu raketanı bu qiymətə sürərsən, oturarsan maşında 16 saat. Hansı pozada oturarsan? Öpürəm sizi, ürək sözlərimizi şərh bölməsində gözləyirəm. Sağ olun uşaqlar.